Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz, əziz Azərbaycan xalqı, dəyərli sərhəddən kənarda izləyən həmyerlilərimiz. Sizləri Şuvalandan salamlayıram. Şuvalanda Almaz İldırım küçəsində Şuvalan park var. Bu Şuvalan parkdan keçirik üzə aşağı, gedirik. Hansı ki yeni açılmış Yazıçılar Birliyi var. Yazıçılar Birliyi üçün yeni ev, istirahət mərkəzi. Onun arxasına dəniz yolu, bura dəniz yolu deyirlər. Dəniz yolunda həyətin və küçənin kanalizasiyası olan bir küçədə 2 mərtəbəli bir ev təqdim edəcəm sizə. Mən hal-hazırda evin arxasındayam. Əziz izləyicilərimiz, belə baxarsınız, görərsiniz söhbətgah, hovuz var, evin qarşısıdır. Amma belə deyim, darvaza yoxdur çölə çıxmağa. Yox, biz evin arxasındayıq, əzizlərim. Evin arxa hissəsi, maşallah, istirahət güşəsi kimi nəzərdə tutulub. Bura qonaq otağıdır. Burada yaşıllıq var. Yataq otağıdır. Yataq otağın eyvanı var arxaya, hovuza, istirahət güşəsinə baxır. Tam mərkəzdən, evin arxa hissəsindən və ön hissəsindən görəcəksiniz, evin daxilinə keçid qapısı var. Bura mətbəx otağıdır. Dəyərli izləyicilərimiz, bundan əlavə olaraq həyətdə çox gözəl, bayaqdan mən burada oturmuşam, döşəməsi isti döşəmə olan, çox gözəl bir söhbətgah inşa olunub. Bura çox gözəl və çox təmizdir, çox da səliqəlidir. Adam istəyirsə burada otursun. Burada istifadə üçün demək olar ki, ev sahibi hər şey yaradıb, hər şey qoyub. Divanın kreslosu, stolu, sonra su hövzəsi, qaz sobası, aspiratoru, dolabları. Burada sobalar üçün yer, burada soyuducu üçün yer qoyub, döşəmə, isti döşəmədir. Həm hovuza baxan hissə, həm də evə baxan hissə cam balkonla təmir olunub, yığılıb. Dəyərli izləyicilərimiz, həyətin su anbarı ayağımızın altında, hovuzun motorxanası ayağımızın altında yerləşir. Burada su sayğacı, həyətin su sayğacı burada köhnədən qalan 3 dənə şam ağacı qalıb, saxlayıblar. Demək olar ki, əlavə olaraq bunlar əkilib. Evin qiyməti isə, start qiyməti isə bugünkü gündə 465.000 manatdır. İndi isə keçirəm evin ön hissəsinə və küçəni sizlərə təqdim edim. Sonra evin daxili. Biz hal-hazırda evin ön hissəsindəyik. Keçdik evin ön hissəsinə. Hansı ki, ümumi küçədən, avtomatik olaraq darvazadan açılıb evin həyətinə keçirik. İnanın Allaha, torpaq belə deyim də 4 sotdur. Amma maşallah, torpaq o qədər geniş görünür ki, niyə? Tam mərkəzdə gözəl, geniş bir ev var, 200 kvadratlıq. Arxada hovuz, söhbətgah, orada da istirahət güşəsi üçün yer var. Həyətə də ki, maşallah, bura 4 maşın rahat yerləşər də. Bura maşın salmaq lazım deyil. Çünki küçəsi var. Küçəni də göstərəcəm sizə. Geniş, gözəl bir küçəsi var. Parking sahəsi var. Bu küçənin, bu evin özünün mərkəzləşdirilmiş kanalizasiya sistemi var. Birləşdiriblər. Qazı, suyu, işığı hamısı daimidir. Evin, yenə deyirəm, ön hissəsidir. Həyətdə yerləşən burada. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağıdır. Burada da gözəl bir dənə balaca xurma ağacı əkilib, bir də ki evin, burada da kombi aparatı var. İçəridə var, gördün? Burada evin bütöv olaraq kombi aparatıdır. Oradakı oradadır, buradakı buradır. İndi isə keçək bir dənə küçəni də göstərim sizə. Sağ ol. Bu da bizim küçəmiz. Dəyərli izləyicilər, parking sahəsi evin qarşısında geniş, böyük bir küçə. Mərkəzi yol. Dəniz yolu. Şuvalan parkdan düşən dəniz yolu. Dəyərli izləyicilər. Gələk evin daxilini. Nə gözəl evdir, nə qəşəng. Hündür tavan, evin ümumi giriş hissəsi, üzr istəyirəm, yığaram. Pilləkən qəfəsi, tam mərkəzdə. Buradan belə bir pəncərələr var, bunlar hamısı jalüzləndir. Evə işıq düşmək üçün bunları qaldırmaq olar, mümkündür. Sadəcə ev sahibi salıb aşağı. Dolab, düz tavana qədər olan dolab dəhlizdə. Pilləkənlə qalxacaq göstərəcəm bunu da sizlərə. Birinci mərtəbədə yerləşən ümumi sanitar qovşağı, geniş, böyük bir sanitar qovşağıdır. Burada duş kabinası,
keçdik. Qonaq otağıdır. Divistentdir, televizor qoyulub. Burada. Sonra həyətə, hovuz tərəfə baxan pəncərədir, yerdəndir. Burada ön hissədə həyətə baxan pəncərədir və burada kiçik bir eyvanı var, dəyərli izləyicilərimiz. Burada açılır qapılar, qapı kimi hamısı açılır, pəncərədir kimi də olur. Burada da kiçik eyvanda stol qoyulub, oturub istirahət eləməyə, kofe içməyə, çay içməyə gözəl bir güşə yaradılıb orada. Keçək, çılçıraqlar maşallah qəşəngdir. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Az da olsa əşyalar var. Məsələn, orada televizor var, burada sobalar var. Sonra görün başqa nə var. Göstərəcəm sizə. Bəlkə qoyub, qoymayayım. Su hövzəsi, qaz sobası. Sonra bura soyuducu üçün yer qoyulub. Böyük soyuducu üçün burada yerləşdirərsiniz inşallah. Kim alacaqsa. Buradan da birbaşa həyətə. Görüntü və pəncərələr hamısı çiftlidir. Qapı kimi istifadə eləmək olar. Bir də ki, həyətdən göstərmişdim. Bu qapıdakı birbaşa arxa hissəyə çıxır. Keçək ikinci mərtəbəyə. Buyurun. İkinci mərtəbə. Monolit betonla inşa olunub. Monolit betondur. Həyətə baxan hissədir, ön hissədir. Buradakı düzdür, Yazıçılar Birliyinin binasıdır. Mərkəz, qabaqdakı McDonald's Şüvalan Park. Birinci yataq otağı. Qəşəngdir, genişdir yataq otaqları maşallah. Qarşısında eyvanı, həyətə baxan eyvan. Yataq dəsti qoyulub. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Geniş, böyük. Sonra keçirik. İkinci yataq otağı. Həyətə baxır. Bu yataq otağının arxa hissəyə. Bu yataq otağının eyvanı yoxdur. Amma daxilində sanitar qovşağı mövcuddur. Sonuncu yataq otağı. Gəl, burada sonuncu yataq otağı, yataq dəsti qoyulub, arxaya baxan eyvanı var. Çox sağ olun, biz izlədiyi üçün. Biz izləməyə davam edin. Vallahi, bacardığım qədər çalışdım ki, hər yeri göstərim. Ev haqqında, evin yerləşməyi haqqında, evin tikintisi haqqında bütün məlumatları sizə verdim. Əgər nəsə çatışmayan bir şey olarsa, bu evi bəyənərsinizsə, gəlib baxarsınız, ev sahibi ilə danışarıq. Sıfırından düz bugünkü günə qədər bütün çəkilişlər var onda. Belə də ki, nə lazımdır, ev sahibi sizə deyəcək. Təşəkkür edirəm sizə, biz izlədiyi üçün. Biz izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.